Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsi xəbəri 2 gündür ölkə mediasının əsas mövzusuna çevrilib. Hamı Mehdiyevdən danışır, onun xəyanət dosyasını müzakirə edir. Uzun illər özünü boz kardinal kimi tanıdan Mehdiyevin ömrünün son illərində şəhərdən uzaqlaşaraq bağ evinə çəkildiyi deyilir. Sferaz bildirir ki, Qafqazinfonun əməkdaşları bugün Mehdiyevin qaldığı deyilən və ən məşhur villasının yerləşdiyi Novxanı qəsəbəsinə gedib. Bu həmin villadır ki, ölkədə sərt karantin rejimi tətbiq edilən insanlar pandemiya ilə mübarizə apardığı vaxtlarda Mehdiyev ailə üzvlərini və klanına daxil olanları orada başına toplayaraq nəvəsinə toy etmişdi. Hazırda isə həmin evin adı başqa səbəblərlə gündəmdədir. İddia olunur ki, Mehdiyev və yaxın çevrəsi dövlət əleyhinə qurulan planların müzakirəsini də çox vaxt məhz bu villada aparıb. Bəzi siyasətçilər də vaxtaşırı çıxışlarında Mehdiyevin klanına daxil olan keçmiş məmurların bu təxribat villasının daimi qonaqları olduğunu deyiblər. Böyük bir ərazini əhatə edən bağda 2 nəhəng villa inşa edilib. Evlər hələ də ciddi mühafizə olunur. 4 bir tərəfi onlarla müşahidə kamerası ilə izlənilir. Dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə yönələn fəaliyyət və qanunsuz yolla əldə olunmuş pullarla bağlı ittihamlara Mehdiyevin münasibətini öyrənməyə cəhd etsək də qapını açan olmadı. Qonşulardan öyrəndik ki, Ramiz Mehdiyev hazırda burada deyil, o ev dustaqlığını başqa evində çəkir.